Salam. Baha başa gəlmək və yaxud da od qiymətini ifadəsini ingilis dilində necə demək olar? Gəlin baxaq. To cost an arm and a leg. To cost an arm and a leg. Arm, leg nə əlaqə deyə düşünə bilərsiniz? Ona görə gəlin bu ifadənin necə yarandığına bir baxaq. Müharibə dövründə əsgərlər vətənlərini qorumaq üçün bəzən öz canlarından keçir, bəzən isə öz bədən üzvlərinin bəzilərini itirməyə məcburiyyətində qalırlar. Təəssüf ki, məsələn, əllərini, ayaqlarını və s. Belə desək, bu onlara çox baha başa gəlir. İndi isə gəlin bir nümunə cümləyə baxaq. A trip to London would be incredible, but it would cost an arm and a leg, or it would be expensive. Yəni, Londona səyahət etmək möhtəşəm olardı, lakin bu çox baha başa gələr. Daha çox videom üçün izləmədə qalın. Hələlik!